Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki reseptim çox ləzzətli, bol limonlu, içi kremli cupcake reseptidir. Sizi çox intizarda saxlamadan keçək reseptin hazırlanmasına. Öncəliklə kek xəmirinə əlavə edəcəyim südün içərisinə 1-2 xörək qaşığı limon suyu əlavə edib qarışdırıram. Mən kremi hazırlayana qədər təxminən 15-20 dəqiqə kənarda gözləyəcək. Kremi hazırlayacağım qazançaya südü, şəkər tozunu, unu və nişastanı da əlavə edib qarışdırıram. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın dəqiq ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Daha sonra qazançanı ocağa yerləşdirib, əlimi dayandırmadan qarışdıraraq qaynayıb qatlaşana qədər bişirirəm. Ocaqdan götürüb üzərinə qaymaq, limon suyu və rəndelənmiş limon qabığını əlavə edib qarışdırıram. Soyması üçün kənara qoyuram. Ara bir qarışdırmağı da yaddan çıxartmıram. Krem soyana qədər mən isə kekin xəmirini hazırlayıram. Əvvəlcə qaba yumurta və şəkər tozunu əlavə edib mikserlə ağarıb, həcmi artana qədər çalıram. Ardıca limonlu südü, duru yağ, qabartma tozu, vanil, 1 çimdik sarkök və 2 stəkan yarım unu əlavə edib qarışdırıram. Qeyd edim ki, sarkökü rəng verməsi üçün əlavə edirəm. Siz bunu əlavə etməyə də bilərsiniz. Ancaq nəzərinizə çatdırım ki, sarkökün qətiyyən dadı gəlmir. Kütlə tam hazır olduqdan sonra cupcake qəliblərinə pay edirəm. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobanın alt-üst rejimində təxminən 30-35 dəqiqə bişirirəm. Bişən keksləri çöp ilə yoxlayıram. Əgər çöp təmiz çıxırsa, deməli hazırdır. Tam soyuduqdan sonra belə bir alətlə içərisinə oyu qaçıram. Əgər əlinizin altında belə bir alət yoxdursa, qaşıqla da etmək mümkündür. Ovuntunu isə üzəri üçün istifadə edəcəyim. Kremdən hər oyuğa daşacaq şəkildə əlavə edirəm. Daha sonra qaşıqla keksin hər tərəfini kremləyirəm. Ən sonda ovuntuya bulayıram. Həm ətirli, həm yüngül, həm də çox ləzzətli kekslər alındı. Mütləq sınamağınızı tövsiyə edirəm. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərhdə mənimlə bölüşməyi unutmayın.